Mehriban Əliyeva və ya İlham Əliyev, çünki bunlar ikisi də sifariş verə bilirlər. Çünki Mehriban Əliyevanın əli də çox qana batıbdır, İlham Əliyevin də əli qana batıbdır və onu da xatırladaq ki, İlham Əliyev elə bir ailədə böyüyüb ki, orada həmişə insanların öldürülməsi ilə bağlı atasının verdiyi göstərişlərə şahid olur. Yəni ki, filan kəs aradan götürülməlidir, filan kəs öldürülməlidir, filan kəs belə olmalıdır və bunlar da bunu heç bir hesabat vermirlər, yəni bununla bağlı. Bilirsiniz ki, Azərbaycanda danışan insanlardan Elmar Hüseynov öldürüldü, Ziya Bünyatov öldürüldü və çoxlu bizim tanıdığımız və tanımadığımız insanlar öldürülübdür. Çoxlu insanlar öldürüldü, dəyərli dostlar. Və bunların hamısının, o cinayətlərin başına duran şəxs birbaşa Heydər Əliyev olub və Heydər Əliyevin də varisi İlham Əliyevdir. İlham Əliyev də bu insanları niyə öldürür? Qorxudan. Mən dünənləri bura dəyərli Əli bəy Ələsgərini dəvət eləmişdim. Ondan soruşdum ki, başqa bir şey ola bilərdimi? Dedi, bəli, başqa bir şey ola bilər. Məsələn, nə ola bilər? Bu məsələni səngitmək üçün, bu məsələni dayandırmaq üçün davam eləməsin və ya da şey olsun. İlham Əliyev çox belə bunlarla bağlı centilmen davranardı və deyərdi ki, hə, sən Emin Hüseynovsan, o sən deyən məsələlərlə bağlı, gəl bir oturaq söhbət edək, gəl bir oturaq çay içək, ya bir şeylər. Prezidentlə təbii ki, prezident sayılan bu şəxslə təbii ki, əgər Emin Hüseynov və ya da Mehman Hüseynov oturub söhbət eləsələr, məncə bir çox şeylərə aydınlıq gətirirlər ki, niyə azad sözə görə tutaq ki, Mehman Hüseynov təqib olunmalıdır, niyə həbsə salınmalıdır, niyə həbsdə bu qədər işgəncələr görülməlidir, niyə həbsdən kənarda bu qədər işgəncələr görülməlidir, niyə evinə kamera qoyulmalıdır, niyə anası erməni adlandırılmalıdır və s. və s. Bunlar hamısı, İlham Əliyev bunların üstündən bir sərin su tökə bilərdi. Amma eləyə bilmədilər. Mehriban Əliyeva da bunu eləyə bilərdi, amma eləyə bilmədilər. Niyə eləyə bilmədilər? Çünki bunlar üçün Mehmandır, Emindir, mənəm və sizlərsiz bir qarışqa kimi şey hesab edirlər bizi. Yəni, ancaq intiqam almaq, ancaq kəsmək, doğurmaq məndən. Amma təsir əks təsirə bərabər, dəyərli dostlar, bu fizikanın qanunudur. Ona görə də burada məsələ bundan ibarətdir ki, əgər onlar Mehmana qarşı bu işləri eləyirlərsə, Eminə qarşı bu işləri eləyirlərsə, demək, daha bunlar da onlara qarşı hər hansı bir şey bacardığı qədər eləyir. Onun gücü çatır, onun polisi var, onun pulu var, onun killeri var, onun nəyi var. Bunun da əlində kamerası var, qələmi var.